Alo. Assalamu alaikum Cavid ağa. Selamun aleyküm ve rahmetullah. Cavid ağa bağışlayın. Allah hepsi eylesin. Cavid ağa bir sual vermek istedim. Eşitlerim. Cavid ağa, ben bu Sami'nin Hacı Elman'la diskine baktım. Orada deyir ki, Xomeyni ağanın belə bir fetvası var ki, Bəli, düz deyir. südəmər uşaqla ötmək, qucaqlamaq, bu belə insan burların arasında sürtmək. Belə bir fetva var. Bəli, var. Bu Xomeyni ağadan başqa deyən var bunu, yoxsa necə bu fetva? Bəli, 2-3 nəfər də əlavə deyiblər. Bir də ki, Xomeyni ağanın belə bir fetvası varmı ki, Xamneyi ağanın, həm Xomeyni ağanın deyir, kişi cinsini dəyişə bilər. Bəli, o da var da. O da var. Amma onun cavabı yoxumuzdur ki, Atala Quran-ı Kərimdə açıq-aşkar haram eləyir. Cinsi dəyişməyi. Bəs Xomeyni ağa ilə Xamneyi ağa fetvanı... Bunu bilmirik, niyə fetvanı veriblər, onu bilmirik. Mən bu bəzi məsələləri soruşmam. Sonra bəzi qardaşlar da deyir ki, burada da biraz ixtilaf var. Elə bir bu bizim 12 dənə məsum imamlarımızın Peyğəmbər Salavatullah'dan başqa o biri peyğəmbərlərdən üstünlüyü var. Heç ixtilaf yoxdur. Bütün ulamalarımız bir söz deyir. Yəni Peyğəmbərimiz Salavatullah'dan başqa bütün imamlardan... Bütün peyğəmbərlərdən əfsəldilər. İbrahimdən də, Musa'dan da, hamısından. Əzm peyğəmbərlərdən də hətta. Hamısından. Yaxşı, oldu Cavid ağa. Bağışlayın. Allah rəhmət eləsin. Həyyar, Allah. Həyyar. Sağ ol.